İmam Rıza Aleyhisselamın ziyarəti barədə elə bir söz deyilib ki, 14 məsumdan heç birinin ziyarəti haqda bu sözü deyən olmayıb. Yəni İmam Rıza bizə elə bir vədə verib ziyarətinə görə ki, hətta İmam Hüseynin ziyarətinə də bu vədə verilməyib. Heç bir məsumun ziyarətinə belə bir vədə verilməyib. Vədə nədən ibarətdir? Məşhəd ziyarəti, İmam Rıza ziyarəti, İmam özü buyurur, İmam Rızanın öz sözüdür. Sizə mən çatdırıram bunu. Ki buyurur, kim məni bir dəfə ziyarət eləsə, bir dəfə mənim ziyarətimə gəlsə, mən 3 dəfə onun görüşünə gələrəm. Bunu ancaq İmam Rıza deyib, heç bir imam bu sözü deyib. İmam Rıza Aleyhisselam buyurur, kim məni bir dəfə ziyarət eləsə, 3 dəfə görüşünə gələrəm. Bir ölüm vaxtı, can verəndə, çətin məqamında ki, canı bədənindən ayrılır, tənha, tək, başında nə qədər adam olursa olsun, o vaxt insan tənha qalır. Neçə oğlu var, neçə qızı var, nə qədər qızılı var, sərvəti var, orada insan tənhadır və qüdrətsizdir. Allahın qüdrəti neçə yerdə çox zuhur eləyir, bir də insan can verən vaxt. İnsan acizliyi görünür və Allahın əzəməti orada görünür. Ey o kəs ki, qüdrəti ölüm vaxtda zahir olar, aşkar olar. İmam Rıza Aleyhisselam buyurur, o çətin məqamda mənim zəvvarlarımı gəlib ölən vaxtda ziyarət eləyərəm. Xoş adamın halına ki, o çətin vaxtda birdən gözü işıqlana İmam Rızanın mübarək cəmalı ilə. Bu bir. İkincisi, sorğu-sual vaxtı. Qəbirdə sorğu-sual olunanda və qiyamətdə fərq yoxdur. Bu ikinci hər sorğu-suala aiddir. Soruşulan vaxt. Elə ki, soruşacaqlar, mən imamım ki, imamın kimdir? İmam Rıza Aleyhisselam gələcək başımızın üstünə inşallah zəvvarlarına və cavab verəcək. Üçüncü də buyurur, siratdan keçəndə, sirat körpüsündən keçəndə mən gəlib əlindən tutaram, qoymaram ayağı titrəsin. 3 dəfə mən gələrəm, onun başının üstünə gələrəm, onu ziyarət edərəm. Özdə məsələ bundadır ki, bir dənə də əlavə müjdə verim sizə ki, hər bir ziyarətə insan neçə dəfə Məşhədə gedirsə, alimlər deyir ki, hər ziyarətə sayı qədər qəbirdə gələr insanı ziyarət edir. Hər dəfəsinə qəbrə gələr insanı qəbirdə İmam Rıza Aleyhisselam ziyarət edir.